Azərbaycanda təcili yardımın adı dəyişdirilməlidir. Bunun adı təcili yox, gecikmiş ölüm xidməti olmalıdır. İnsan evdə can verir, sən 103-ü yığırsan və sənə telefonda o məşhur gözləmə musiqisini dinlədirlər. O musiqi var ha, bax o Azərbaycanda insan həyatının himnidir. Sən orada alo adam ölür qışqırırsan, operator isə sənə sual verir, xəstənin yaşı neçədir? Siz o sualları verənə qədər Əzrail artıq işini görür. Sizin sisteminiz insanı yaşatmaq üçün yox, öldürmək üçün qurulub. Yaxşı, tutaq ki, bir təhər xəstəxanaya çatdıq. Qapıdan girən kimi həkim sənin üzünə baxmır. O sənin əlinə baxır. Bu ölkədə Hipokrat andı çoxdan unudulub. İndi ancaq manat andı var. Cibindən pul səsi gəlmirsə, həkimin qulağı kardır. Sən orada ölsən belə, hörmət olunmasa, sənə bir stəkan su da verən olmayacaq. Adını da qoyublar pulsuz səhiyyə. Nə pulsuz? Bu ölkədə yaşamaq bahadır. Amma ölmək havayıdır. Sizin o ağ xalatınız var ha, o xalat ləkəlidir, vicdan ləkəsi. İndi mənə deyin, aranızda cibinə girmədən, hörmət etmədən sağalan bir nəfər var, varsa yazsın.